Hər vaxtınız xeyir. Bugün seriyamıza Microsoft Outlook dərsləri ilə davam edəcək. Gəlin Outlook seriyamıza davam edək. Microsoftun ən çox istifadə olunan proqramı hətta mən deyə bilərdim ki, Outlookdur. Yəni hətta Excel-dən belə daha çox böyük bir kütləsi var. Niyə bəs? Çünki Outlook bir növ mesajlaşmaq üçün istifadə olunur. Eyni formada yəni mesajlaşmaq deyəndə məktub göndərmək üçün, e-post göndərmək üçün istifadə olunur. Bizim normalda bildiyimiz Gmail-in daha da peşəkar bir versiyasıdır, formasıdır. Demək olar ki, bütün şirkətlər Outlook-dan istifadə edir. Hətta insanlar belə artıq gündəlik həyatlarında Outlook-dan istifadə etməyə başlayıblar. İlk əvvəl başlayaq. Baxın, Outlook-u açdım və bu formada bir interfeyslə qarşılaşmışam. Baxıram ki, misal üçün Outlook-u artıq öz dilinizə uyğunlaşdırmanız daha da yaxşı olar. Misal üçün, baxıram ki, ingiliscədir. Bu dili xoşlamırsınızsa, daha çox məlumatınız yoxdursa bu dil haqqında, gəlin ilk əvvəl Outlook-un dilini dəyişməkdən danışaq. Bu interfeysdə baxın. Ayarlara bir neçə hissədən daxil ola bilərik. İlk hissələrimizdən biri sağ tərəfdə yuxarıda Settings bölməsi var. Buradan daxil ola bilməsəz və ya bu settings sizdə burada olmasa, gəlin buradan File bölməsinə. Baxın, settings burada da var. Daxil oldum. Gəldim, baxın, burada Language and Time bölməsi var. Gəlib buradan regionumu və dilimi seçə bilərəm. Misal üçün, biz türkcə istifadə etmək istəyirik. Gəlib türkçəni seçirəm. Baxın, burada türkcə Türkiyə bölgəsi var. Bu regionumuzdur. Buradan biz formatı seçə bilərik. Bu tariximiz deyil. Sadəcə tariximiz hansı formatda göstərəcək. Baxın, bu formada da, bu formada da. Gözümüz buna alışıb deyə bunu seçirəm. Eyni formada saat formatımız hansını deyilsə, zaten bizdə bilənə verilmişmiş. Buradan da time zonamızı seçə bilərsiniz. Artıq sizdə hansıdırsa ona uyğun seçirsiniz. Save vuranda Office proqramlarında biz Office proqramını bağlayıb yenidən açırdıq, amma burada isə artıq öz avtomatik dili dəyişəcək. Baxıram artıq, baxın, settings ayarlara çevrildi və dil dəyişdi. İlk interfeysimiz bu formadadır. Burada belə deyək ki, 4 əsas tabımız var, amma bizə ən çox lazım olacaq tabımız hələ ki dosya və giriş olacaq. Yaxşı, bəs dosya tabında dedik nə var idi? Baxın, burada fərqli kaydetimiz olacaq, printə verməmiz olacaq. Bu bizim digər Office proqramlarında olan browse funksiyasıdır, yəni kompüterimizdə olan hər hansı bir e-postu, məktubu açmaq üçün istifadə olunacaq. Gəlin ayarlarımızdan başlayaq. İlk hissə hesab ayarlarımız var. Buradan yeni hesab əlavə edə bilərsiniz və ya müəyyən hesabınızı silə bilərsiniz. Eyni formada abunəliklərinizi buradan yönəldə bilərsiniz. Abunəlikləriniz nədir? Microsoft 365 abunəlikləriniz. Ən çox lazım olan isə imzalar bölməsidir. Yaxşı, imzalar bölməsi nədir? Siz hər dəfə birinə mesaj göndərdikdə və ya birinə hər hansı bir mesajını cavabladıqda, yanıtlama verdikdə, bəlkə də bəzi şirkətləri görmüsünüz. Aşağı hissəsində həmişə standart bir loqoları və altında müəyyən yazıları olur. Və ya müəyyən bir hər hansı bir imza hissəsi olur. Baxın, signatur, yəni imzalar bölməsi. Misal üçün, deyək ki, bizim imzamıza baxmaq istəyirik. Baxın, misal üçün, məndə imza budur və həmişə bu göndərilir. İstəsəz, misal üçün, bura şəkil və ya loqo da əlavə edə bilərsiniz. Gəlin, hətta biz özümüzə uyğun bir imza yaradaq. İmza ekləyə toxunuram və baxın, imzanın adı. Yəni, biz bu imzanı nə kimi xatırlayacaq? Deyin ki, hər hansı bir, tutaq ki, Excel faylları üçün imza. Belə bir ad qoydum. Gəlib, baxın, buradan eklə bölməsindən gəlib əlavə şeylər də ekləyə bilərəm və ya gəlib mətin biçimləndir bölməsindən mətnimizi yazacaq, tutaq ki, biraz daha aşağı hissələrə gəlirəm. Yazıram ki, misal olsun, kanal adını yazıram. Misal üçün, gəlib hətta bir, burada baxın, eklə bölməsindən, rəsimlər bölməsindən ekləyə bilərəm. Logomu seçirəm. Baxın, avtomatik şəkil əlavə oldu. Şəklin biraz daha ölçülərini oynasaq, daha kiçildərək ki, daha yaxşı görsənsin. Hətta yazımızla bərabər edəyim və bunun da aşağı hissəsinə belə bir yazı yaza bilərik. Əlbəttə ki, siz bura fərqli bir yazılar da qoya bilərsiniz və ya varsa peçatınızın bir rəsmini qoyub yerləşdirə bilərsiniz. Buradan hətta gəlin ölçüsünü biraz artıralım. Eyni Word-da və digər Office proqramlarında olduğu kimi. Hətta biraz daha tündürləşdirəyim. Eyni formada bunu da tündürləşdirəyim. Və artıq bunu, baxın, aşağıda da 2 belə funksiyamız var. Bu nədir? İletilər üçün, yəni ilk dəfə kiməsə mesaj göndərəndə bunu göndərsin. Siz avtomatik yazanda bunu zaten özü avtomatik qoyacaq olur. Və ya sizə göndərilən hər hansı bir yazıya yanıt və ya yanıt verirsinizsə, o zaman da bunu ora əlavə edəcək. İkisindən birini seçə bilərsiniz. Bu sadəcə yeni göndərilənlər üçündür. Bu isə yeni göndərilənlər və sizə göndərilənlərə verdiyiniz cavablar üçündür. Yəni hər ikisinin üçün aşağı hissəsində, imza hissəsində bunu əlavə edəcək. Çox şirkət bura möhrünü, şirkət adını və məlumatlarını yazır. Deyək ki, biz bunu seçirik, bizdə həmişə bu olsun və ya bunu seçmək əslində daha da məntiqlidir. Çünki ilk dəfə göndərdiyimiz insanlara bu düşür. Artıq zaten yazışırsınızsa, həmin insan kimlə yazışdığını bilir.
Kaydet bölməsinə vururam və kaydet edildi. Burada kateqoriyalarımız var. Baxın, bu formada kateqoriyalar var. Yaxşı, bəs bunlar nədir? Hətta deyək ki, biz burada müəyyən düzənləmə var. Bura yazıram ki, Microsoft. Hər hansı bir rəng də qoyuram. Misal üçün, mavi rəng qoyaq. Kaydet vurdum. Baxın, Microsoft burada görsəndi. Bu deməkdir ki, siz buradan gəlib hər hansı birinə baxın, buradan kateqoriyalara ayır vurduqda burada misal üçün Microsoft'un yazısını qoya bilərsiniz. Yəni artıq birini özünüzə xatırlatma qoyursunuz ki, bu sanki Microsoft'dan gəlib. Və artıq burada Microsoft'dan gələnlərin hamısını görürsünüz. Buradan gəlib kateqoriyamızı qaldırırıq. Və ya buradan misal üçün gəlib fərqli bir kateqoriyada qoya bilərsiniz. Artıq bunları özünüz düzənləyirsiniz. Gəldik yenidən ayarlarımıza. Gəldik dosyalar bölməsində. Burada artıq Microsoft 365 abunəliyiniz olmalıdır. Genel bölməsində müəyyən ayarlarınız var. Dediyi boyaq, dil ayarlarımız buradadır. Görünüm bölməsində müəyyən düzənləmələr elə bilərsiniz. Sıxılmayasınız deyə rəng modlarınızı dəyişə bilərsiniz. Görüntü modlarınızı və ya rəsmlər əlavə edə bilərsiniz. Eyni formada bildirimlərinizi açıb bağlaya bilərsiniz. Bildirimlər bölməsində digər ayarlarda sizə o qədər də lazım ola biləcək ayarlar deyil. E-posta ayarlarımızdan burada da yenə özünüzə uyğun müəyyən düzənləmələr qoya bilərsiniz ki, artıq gözünüz hansına alışsın, onunla işləyin. Burada təqvimimiz var, təqvimdə müəyyən belə deyək düzənləmələr apara bilərsiniz. Yenə də bunlar da özünüzə uyğun olaraqdır. Bu hissəni də bağlayıram, əsas mövzularını danışalım. Yaxşı, bəs bu interfeysimizdə nə var? Baxın, ilk əvvəl bizim burada e-post hesabımız görünəcək. E-post hesabına toxunanda burada eyni formada fərqli e-post hesabları da ola bilər. Hansının üzərine toxunsanız ona uyğun parametrlər çıxır. İlk hissəmizdə gələn qutusu, bizə gələnlər. Burada bir növ spam bölməmiz var. Bu taslaqlar nədir? Mesajı, yəni e-postunuzu yazmısınız, mesaj olaraq amma göndərməmisiniz. Sadəcə kayd olunub qalıb. Burada insanlara göndərdiyiniz mesajlar var, e-postlar var. Burada silinmişlər və arşivimiz var. Yaxşı, bəs ilk olaraq biz e-postu necə göndəririk? Baxın, sol tərəfdə giriş bölməsində yeni e-post göndər hissəsi var. Qısa yollarında burada qeyd edilir. Ctrl-L və Ctrl-Shift-N. Toxunuram, ilk mesajımız açılır. Baxın, imza avtomatik olaraq düşdü. İndi bunun üzərinə yenə baxacaq. Əgər fərqli hesablarınız varsa, buradan kimdən gedəcəyini də əlavə edə bilərsiniz. Bizdə bir ədəd hesab var deyə bir dənəsini göstərir. Fərqli hesablarda olsa, altda da sıralanacaq. Kimə gedəcək? Misal üçün, hər hansı bir şəxs yazırıq. Artıq Gmail-dir, mail-dir, iCloud-dur, bunu siz qeyd edirsiniz. @gmail.com yazırıq və deyirik ki, bu adresə getsin. Eyni anda 10-15 nəfərə və ya daha çox adama göndərmək istəyirsinizsə, fərqli insanlara da bunun ardınca yaza bilərsiniz. iCloud.com və ya bir daha fərqli yazalım, @mail.ru. Başlıq olaraq tutaq ki, Excel ilk dərs. Belə bir başlıq qoyuram. Sizinlə bu imzanı yaratmışdıq deyə artıq bura düşdü. Əlbəttə ki, imzanı dəyişmək istəsəz, sağ tərəfdə yuxarıda, baxın, buradan digər bir imzanı da yerləşdirə bilərsiniz. Baxın, bu mənim əvvəl yaratdığım bir imza idi sınav üçün. Biraz hətta böyüdük. Belə bir xətası var nədənsə. Deməli, dedik ki, biz bura kimə göndərəcəyini seçirik, qoyuruq, yazırıq. Bura başlıq hissəsini qoyuruq və burada bizim olur artıq məktub hissəmiz. Bura artıq hər hansı bir yazılar yaza bilərik, müəyyən bir açıqlama verə bilərik və ya əlavə dosyalar əlavə edə bilərik. Kiməsə əgər dosya göndərəcəksinizsə, bura dosyalar əlavə edə bilərsiniz. Əlavə etmək üçün də bax, sol tərəfdə yuxarıda eklə bölməsi var. Və ya baxın, elə bizim eleti bölməsində baxın, burada ətak fayllarımız var. Yəni dosya ekləmək, insert bölməsi kimi də başa düşə bilərsiniz. Toxunuruq bura. Deyək ki, baxın, bizim kompüterimizdən götürən hər hansı bir dosya. Deyək ki, hər hansı dosyamız olsun, yəni məsəl üçün şəkil burada Excel və ya başqa bir dosyada ola bilərdi. Məsəl üçün, gəlin bir Excel dosyası yaradım. Seçirəm, Open vurdum və baxın, avtomatik dosya yükləndi. Dosya yükləndi. Fərqli bir dosyanız varsa, eyni formada yenə gəlib kompüterinizdən götürə bilərsiniz. Deyək ki, bir də Word dosyamız var. Gəlib Word dosyasını götürüb əlavə edə bilərsiniz bura. Boş olduğu üçün götürmədim. Olsun. Nəticə olaraq Excel dosyamızı yerləşdirdik. Eyni formada bizim eleti bölməmizdə baxın, eyni Word-dən və ya digər Office proqramlarından xatırladığımız Ctrl-Z-imiz, Ctrl-Y-imiz Undoreadam olsun. Baxın, geri al və irəli ver. Ctrl-V-imizin fərqli, yəni paste-in fərqli formatları. Formatik bölməmiz, baxın, biz Office proqramlarında həmişə kalibri ilə birinci qarşılaşırdıq, amma artıq burada Aptos var.
Burada əlbəttə yazı formatlarını dəyişə bilərsiniz. Çoxlu sayda yazı formatımız var. Burada mətnin ölçüsünü dəyişə bilərsiniz. Yəni şriftin ölçüsünü. Əlbəttə əvvəlcə şrifti seçmək lazımdır. Sonra gəlib ölçüsünü dəyişə bilərsiniz. 12-14 standart sayılır. Mətnimizi seçdikdən sonra gəlib tündləşdirə, italik, underline, yəni alt xətt, üzərinə xətt çəkə bilərsiniz. Arxa rəngini dəyişə bilərsiniz. Hərfin rəngini dəyişə bilərsiniz. Formatı silə bilərsiniz. Burada markerləmə işarəmiz var. Bu nədir? Bir növ belə ardıcıllıq verə bilərsiniz və ya bunu rəqəmlərlə əvəz edə bilərsiniz. Eyni formada Excelimizdə olduğu, Word'ümüzdə olduğu kimi bir növ abzas verə bilərsiniz. Yəni girintiləri artırıb azalda bilərsiniz. Mətnimizin harda yerləşəcəyini, sola mı, sağa mı, hər iki tərəfdən mi, ortadan mı yerləşəcəyini seçə bilərik. Baxın, ortaya yerləşdirdim. Normalda həmişə sola və ya hər iki tərəfdən götürülür. Hər iki tərəfdən nədir? Baxın, daha səliqəli formada. Mətnimiz kiçikdir, o hiss olmadı. Sətirlər arasında məsafə. Tutaq ki, 1,5 seçə bilərsiniz. Baxın, sətirlər arasında məsafə. Gəlib normal 1-də saxlayıram. Bunlar da digərləri kimi eyni funksiyaları. Misal üçün, burada gəlib böyük kiçik hərfə görə dəyişdirə bilərsiniz. Eyni formada buradan indeksinə və qüvvətinə də yazdıra bilərsiniz. Burada müəyyən stillərimiz var. Burada bayaq dediyimiz kimi dosyalar əlavə edə bilərik. Buradan da əlavə etdiyimiz imzaları dəyişə bilərik ki, hansı imzaları istəyirik. Artıq ardınca sadəcə buradan göndərə toxunarsam göndərəcəm. Bu hissəni silirəm. Əgər silmədən Outlook-umu bağlarsam, bu düşəcək bizim üçün taslaqlar bölməsinə. Baxın, taslaqlar arasında 1 göstərir. Həmin 1 baxın budur. Və mən bunu buradan silirəm. Axırda baxın taslaqlardakı 1-də getdi. Gəldik bu hissəmizdə. Bəs bu hissəmizdə nələr var? Baxın, üzərində sağ düyməni vururam, mousun sağ düyməsinə. Belə bir bölmələrimiz açıldı. Yanıqlıya vura bilərik. Həmin dəqiqə biz onu yəni oxuyuruq və cavab veririk. Kiməsə göndərə bilərik başqasına. Silə bilərik, arşivləyə bilərik, yerini dəyişə bilərik, kopyalaya bilərik. Daha sonra görəyin deyə okunmadı olaraq işarətləyə bilərik. Bunu zaten biz çox platformalardan bilirik. Sabitləyə bilərik. Bir neçə sabitliyi ən vacibdən yuxarısında görmək üçün kateqoriyalara ayırmamız bunu çox istifadə edirik. Bəzən o qədər e-postlar gəlir ki, biz qarışdırmaq üçün və ya daha rahat görmək üçün Word-dən gələnlər, Excel-dən gələnlər və ya bu şirkətdən gələnlər və ya B şirkətindən gələnlər, C şirkətindən gələnlər kimi kateqoriyalara ayırırıq. Burada müəyyən bayrağı qoya bilir ki, yadınızda qalsın. Bookmark kimi fikirləşə bilərsiniz, əlfəzin kimi. Burada digər belə fərqli kaydet bölmələrimiz də var. Ardınca buradan filtr verə bilərsiniz ki, oxunmamışlar hamısı və ya bayraqlar və ya müəyyən təqvim gününə qədər. Outlook-u sadə formada ən çox lazım olacaq funksiyalarını sizinlə bölüşdüm.